24% 36 olan ədədin 70%-ni tapın. Faizinə görə ədədin tapılmasıdır. Faizinə görə ədədi tapmaq üçün əvvəlcə nə etməliyik? Ədədi vurmalıyıq 100-ə. 36-nı vururuq 100-ə. Bölürük faizə 24-ə. Bunları 12-yə ixtisar eləsək, burada 2 qalar, burada 3 qalar. 100-ü də 2-yə bölsək 50. 3-ü vurduq 50-yə, elədi 150. 24%-i 150 olan ədədi tapdıq. İndi həmin ədədin 70%-ni tapaq. 150-ni vururuq 70-ə, bölürük 100-ə. Bunları ixtisar eləyək. 15-i də 7-yə vursaq, eləyəcək 105. 27-ci suala baxaq indi. Ədədlərin müqayisə eləyindir. Burada hansının böyük, hansının kiçik olduğu görsənmir. Ona görə vuruğu kök daxilinə salmalıyıq biz. 5-i kökün altına salmalıyıq. 5-i kökün altına 25 kimi sala bilərik. 25-dən çünki 5 çıxır. 25 vur 2, bu elədir. Kök altında 50. Sonra burada da 4-ü kökün altına salırıq. 4 kökün altına 16 kimi girər. 16-nı da 3-ə vursaq 48 eləyəcək. 3-ü kökün altına salırıq. 9 kimi vurulsun 6. Bu da elədir 54. 9 dəfə 6-nın 54. Şimdi buradan hansının böyük, hansının kiçik olduğu görsənir. Ən kiçiyi B-dir. Sonra A-dır. Ən böyük isə 54. C-dir. B kiçikdir A, kiçikdir C. 28-ci suala baxaq. Şəkilə əsasən alfa bucağını tapın deyir. Burada A ilə B paraleldir. Paraleldirsə bu bucaqla bu bucaq daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 olur. Yəni, bura ümumilikdə 5y-dir. 5y-dir. Bura isə ümumilikdə 3 üstəgəl 2 elədir 5x. Bunların cəmi 180 olmalıdır. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 olur. 2 paralel düz xətti üçüncüsü ilə kəsdikdə alınan bucaqlardır bunlar. İndi buradan 5-i möhtərizi xaricinə çıxarsaq, sonra da x plus y bərabərdir. 180-i də 5-ə bölsək, qalacaq 36. Yəni, x plus y-i tapdıq 36. İndi alfanı tapmaq üçün 3 bucağa baxacağıq. 3 bucağın bucaqlarını yazaq. Alfa üstəgələk 3x, üstəgələk 3y. Bunlar 3 bucağın bucaqlarıdır. Cəmi 180 olmalıdır. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. İndi buradan 3-ü möhtərizi xaricinə çıxarsaq biz x plus y qalacaq. X plus y-i burada tapmışıq 36 yerinə yazırıq. Alfa üstəgələk 3 vurulsun 36 bərabərdir 180-ə. Alfa bərabərdir 180-dən çıxırıq. 3-ü 36-ya vursaq 108 eləyəcək. 180-dən də 108-i çıxırıq. Qalır 72. Alfa oldu 72. 29-cu suala baxaq indi. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili C, əkop AB 12 olarsa ABC hasilini tapın. Əkobun belə bir düsturu var. Əkop AB bərabərdir. Kök altında A vur, B vur, C. Bu əkobun düsturudur. Əkop bizə verilib 12. Əkobun yerinə yazırıq 12. Kök altında A, B, C-ni də olduğu kimi saxlayırıq. Biz buradan ABC-ni tapa bilərik. Hər tərəfi kvadrata yüksəltsək, sağ və sol tərəfləri kvadrata yüksəltsək, 12-nin kvadratı 144 eləyir. Sağ tərəfi də kvadrata yüksəldək. Kökü kvadrata yüksəldəndə kök gedir. Belə qalır ABC. Yəni, ABC oldu 144. Belə də fikirləşə bilərsiniz. ABC 144 olmalıdır ki, 144-dən 12 kök çıxsın. Cavab oldu 144. Daxili bucaqları 3, 5, 7 nisbətində olan 3 bucağın ən kiçik daxili bucağını tapın. 3 bucağın bucaqlarını bu nisbətlərə uyğun olaraq birini 3x, birini 5x, birini də 7x götürə bilərik. Daxili bucaqların cəmi 180 olduğuna görə 3x üstəgələk 5x üstəgəl 7x bərabər olmalıdır 180-ə. 8 15x bərabər 180-ə, x də bərabərdir. 180-i 15-ə bölürük, 12.
X oldu 12. En kiçik 3x'dir. Bizdən en kiçiyini soruşur. En kiçik 3x olduğuna görə 3'ü vururuq 12'ye. X 12 tapmışıq. Eləyir 36. En kiçik bucaq olur 36. 31-ci suala baxaq. A ədədinin 60%-nin 30%, A ədədinin neçə faiz? A ədədində neçə faiz hazır? Gəlin A ədədini götürək 100. A ədədinin 60%-ni tapaq əvvəlcə. 100-ün 60%-ni tapaq. 100-ün 60%, 100-ü vururuq 60-a bölürük 100-ə. Bu da eləyir elə 60. 100-ün 60%-i 60-dır. İndi bunun da 30%-ni tapaq. 60-ın da 30%-ni tapırıq. 60-ı vururuq 30-a bölürük 100-ə. 10-a ixtisarləsək, bunlar da 10-a ixtisarləsək, qalacaq 18. Yəni 100-ün 60%-nin 30%-i oldu 18. Yəni nə qədər azaldı? Əvvəl 100 idi, sonra 18 oldu. 72% azaldı. 72% azaldı. Aşağıdakılardan hansı korbucaqlı üçbucağın tərəfləri ola bilər? Deməli, A kvadratı üstəgəl B kvadratı kiçikdir C kvadratı olduqda nə olur? Korbucaqlı olur. Əlavə olaraq deyək ki, A kvadratı üstəgəl B kvadratı böyükdür C kvadratı olduqda da ikibucaqlı üçbucaq olur. A kvadrat üstəgəl B kvadrat bərabərdir C kvadrat olduqda isə düzbucaqlı üçbucaq olur. İndi bizə korbucaqlı olan lazımdır. Burada hər bir variantı yoxlamalıyıq. Gəlin biz D variantını birbaşa yoxlayaq. Demək, burada A və B kiçik ədədləri olmalıdır. C böyük ədəd olmalıdır. Yəni bu C-dir, bu da A ilə B-dir. 7-nin kvadratı üstəgələk 5-in kvadratı əgər kiçikdirsə 9-un kvadratından bu olmalıdır korbucaqlı üçbucaq. Yoxlayaq 49 üstəgələk 25 kiçikdir 81-dən 60 74 kiçikdir 81-dən. Bəli. Kiçiklərin kvadratlarının cəmi böyüyün kvadratından kiçik oldu. Deməli bu korbucaqlı üçbucaqdır. 33-cü suala baxaq. A ilə B-nin birləşməsi B-yə bərabərdir. A ilə B-nin birləşməsi B-yə bərabərdirsə, deməli AB-nin də alt çoxluğu olmalıdır. AB-nin alt çoxluğu olmalıdır. A daxildir B-yə. AB-nin alt çoxluğudur. Olarsa B çıxılsın A çoxluğu aşağıdakılardan hansına bərabərdir? Belə bir düstur var. A-nın B-yə tamamlayıcısı, A-nın B-yə tamamlayıcısı bərabərdir. B çıxılsın A-ya. Və bu düsturdan görsənir ki, əgər A B-nin alt çoxluğudursa, onda A-nın B-yə tamamlayıcısı B çıxılsın A-ya bərabər olar. Yəni bu ikisi bir-birinə bərabərdir. Fərqi 54 olan qonşu bucaqlardan böyüyünü tapın. Qonşu bucaqların cəmi 180 dərəcədir. Əgər bu bucaqlardan birini x götürsək, digəri x çıxaq 54 olmalıdır. Çünki aralarındakı fərq 54 dərəcədir deyir. İndi bu ikisi açıq bucaqdır. Qonşu bucaqların cəmi 180 olur. Bunları toplayanda 180 olmalıdır. X plus x minus 54 bərabər olmalıdır 180-ə qonşu bucaqlar olduğuna görə. X-ləri topladıq elədik 2x. 54-ü keçirib sağ tərəfə toplamalıyıq. Eləyəcək 234. 234-də 7-yə bölsək 117 qalacaq. Deməli, bucaqlardan biri 117-dir. 117-dir. Digəri isə 54 çıxsaq qalacaq 63. Toplayanda da 180 dərəcə eləyir. Böyük bucaq oldu 117. 35-ci suala baxaq. İfadənin qiymətini hesablayın. Vurmanın paylama xassəsi ilə biz bunu kök altında 5-i bunların hər birisinə vurub açacağıq. Yazırıq kök altında kvadrat kökləri bir-birinə vurmaq üçün bunları eyni kökün altında vura da bilərik, bölə də bilərik. Toplama çıxma olduqda eyni kökün altında vurub bölə bilmirik, amma vurma bölmədə eyni kökün altına sala bilirik bunları. Yəni bunları biz 5 vurulsun 3-də 5 kimi yazıb hamısını eyni kökün altına sala bilərik. Üstə gələk. Yenə 5 vurulsun 5-də 3. 5 vurulsun 5-də 3. Çıxılsın 5 vurulsun 15-də 1. 5 vurulsun 15-də 1 yaza bilərik. Bərabərdir. Daha doğrusu vurulsun. Burada da var. Bölmək üçün nə etməliyik? Tərsinə çevirib vurmalıyıq. Vurulsun
1 də kök 3 yazaq. Bərabərdir. Burada bu olur 3-də 15. 3-də 15. Burada 5'lər ixtisar gedir, qalır kök altında 3. Çıxılsın. Burada da bunları ixtisar edirik, qalır 3'də 1. Kök altında 3'də 1. Vurulsun kök 3. İndi eyni qayda ilə bunu da paylama qanunu ilə bir-bir vurub açacağıq. Bərabərdir kök altında 3'də 15'i vururuq 3'ə. Üstə gələk 3'ü də 3'ə vururuq. 3'də 1'i də 3'ə vururuq. 3'də 1'i də 3'ə vururuq. Hamısını vurup möhtərizəni açdıq. İndi burada bir dəqiqə 5'i 5'ə vuranda 25 edir. 15 yazmışam. 5'i 5'ə vuranda 25 edir. 25. Bunu da düzəldək. 25. 3 ilə 3 ixtisar elədik. Qaldı 25. 25'dən 5 çıxır. Sonra 3'ü 3'ə vuranda 9 eləyir. 9'dan da 3 çıxır. Üstə gələk 3. 3 ilə 3 ixtisar elədik. 1 qalır. 1'dən də elə 1 çıxır. 8'dən də 1 çıxırıq. Qalır 7. Cavab olur 7. Sonra 30. 36-cı suala baxaq. Üçbucağın perimetrinin ən böyük tərəfinə nisbəti K-dır. K-nın ən kiçik qiymətini tapın. Üçbucağın tərəflərini ABC götürsək, ABC götürsək, onda perimetr olur A üstə gəl B üstə gəl C. Ən böyük tərəfi, tutaq ki, ən böyük tərəf A-dır. Yəni A üstə gəl B üstə gəl C-ni A-ya böləndə deyir K-ya bərabərdir. Ən böyük qiymət, perimetrin ən böyük qiyməti nisbəti K-ya bərabər olarsa, K-nın ən kiçik qiymətini tapın. Üçbucaq qaydasının, üçbucaq bərabərsizliyinə görə bilirik ki, iki tərəfin cəmi üçüncüsündən böyük olmalıdır. Yəni B ilə C-ni toplayanda A-dan böyük olmalıdır mütləq. Deməli, əgər B ilə C-nin cəmi A-dan böyükdürsə, əgər B ilə C-nin cəmi A-dan böyükdürsə, onda bu ən azı 1 tam neçəsə A-ya bərabərdir. Məsələn, 1,2 A-ya bərabər olar, 1,3 A-ya bərabər olar, 5 A-ya, 6 A-ya bərabər ola bilər. Yəni, əsas odur ki, burada B üstə gələcək nədir? A-dan böyükdür. Bu 1 A-dır, bu isə 1 tam neçəsə A-dır. Bölünsün A-ya. Bunları toplasaq eləyir 2 tam. 2 tam neçəsə A bölünsün A. Bu da eləyir. A-lar ixtisar gedir, qalır 2 tam neçəsə bir ədəd. Yəni burada K-nın qiyməti mütləq nə olmalıdır? 2-dən böyük olmalıdır. Deməli, ən böyük tam ədəd 3 olacaq. 3, 4, 5 ola bilər. Amma 2 ola bilməz. 2 olması üçün burada nə olmalıdır? 2 olması üçün B ilə C-nin cəmi A-ya bərabər olmalıdır ki, A üstə gələk. B ilə C-nin cəmi A olsa, bölünsün A. 2A-nı A-ya bölsək, qalacaq 2. 2 o zaman olur. 2 nə zaman olur? B ilə C-nin cəmi A-ya bərabər. Amma biz də bilirik ki, B ilə C-nin cəmi A-ya bərabər olmaz. B ilə C-nin cəmi A-dan böyük olmalıdır. Deməli, 2 ola bilməz, 3 ola bilər. 37-ci sualdan baxaq. Məxrəci 5-də 3 kəsrinin məxrəcinə 30 yazaq. 5-də 3 kəsridir. Məxrəcinə 30 əlavə etdikdə surətinə neçə əlavə etmək lazımdır? Surətinə də x əlavə etmək lazımdır. Kəsrin qiyməti dəyişməsin deyir. Yəni, əvvəlki kəsr 5-də 3 idi də 5-də 3-ə bərabər olsun deyir. Məxrəcə 30 əlavə elədik. Surətə isə x əlavə elədik və kəsrin qiyməti dəyişmədi. İndi çarpaz vuraq. Çarpaz vursaq 5-i vuruq bura. 15 üstə gələk 5x bərabərdir. 3-ü də bura vururuq. 15 üstə gəl 90.
Oldu 5x bərabərdir. 90 ilə bu 15-i keçirsək, sağ tərəfə 15-dən çıxsaq, elə qalacaq 90. 90-ı da 5-ə bölürük, qalır 18. Deməli, 18 əlavə etməliyik. Hansı ədədin 2, 3, 5 ədədləri ilə tərs mütənasib hissələrə bölünməsindən alınan ən kiçik ədəd 30-a bərabərdir? Biz ədədi 2, 3, 5 ilə tərs mütənasib hissələrə bölmək üçün onda 2-nin tərsini götürməliyik. 2-də 1 k, 3-də 1 k və 5-də 1 k. Bu ədədlərin tərsini götürməliyik. Burada ən kiçik ədəd 5-də 1 k-dır. Çünki biri var k-nı 2-yə böləsən, biri var k-nı 5-ə böləsən. K-nı 5-ə bölsək daha kiçik olar. Ən kiçiyi 5-də 1 k-dır. Bərabərdir 60-a. Deməli, buradan k bərabərdir. 5-i çarpaz vururuq 60-a. Eləyir 300. Deməli, k oldu 300. 300-ün 5-də 1-i 60 edir. Onu da deyək, 39-cu suala baxaq indi. Vurğu kök işarəsi altına salın deyir. Vurğu kök işarəsi altına salmaq üçün mənfini kənarda saxlamalıyıq. Çünki kvadrat kökün altına mənfi yazmaq olmaz. Mənfini çöldə saxlayırıq. 2-ni kökün altına, 2 kökün altına 4 kimi girir. 2-ni kvadrata yüksəldib salırıq kökün altına. 3 isə olduğu kimi qalır. Bu da olur mənfi kök altında 12. Şəkilə əsasən x-i tapın deyir. Burada 30, bura 90, bura 30-dursa, onda burada 60 dərəcə qalır. Çünki toplayanda 180 dərəcə eləməlidir. 30, 60, 93 bucağına görə biz 30, 60, 93 bucağına görə yaza bilərik ki, 30 dərəcənin qarşısı A-dırsa, 90 dərəcənin qarşısı olur 2A, 60 dərəcənin də qarşısı olur A vuraq kök altında 3. Bu xüsusi düzbucaqlı üçbucaqdır. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. 60-ın qarşısındakı katet isə 30-un qarşısından kök 3 dəfə böyükdür. Demək, 60-ın qarşısı 2 kök 6-dırsa, 30-un qarşısı bundan kök altında 3 dəfə kiçik olmalıdır. İndi biz 2 kök altında 6-nı kök altında 3-ə bölsək, buranı tapa bilərik. 2 kök altında 6-nı 3-ə eyni kökün altına salırıq. 6-nı 3-ə bölürük, qalır 2 kök 2. Deməli, bura 2 kök 2-dir. 60-ın qarşısındakı daha böyük olur. 30-un qarşısındakini kök altında 3-ə vursaq, yəni 2 kök 2-ni kök altında 3-ə vursaq, 2 kök altında 6 edir. Ona görə bölməklə tapdıq. Sonra dedik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni 2 kök 2 hipotenuzun yarısıdır. Deməli, bura 4 kök 2 olmalıdır ki, yarısı 2 kök 2 olsun. X oldu 4 kök altında 2. Qırx birinci sual, aşağıdakı ədədlər cütündən hansının əbubu 2-yə bərabərdir? Ümumiyyətlə, bunlar A bəndi 2-yə bölünmür. Burada 95 2-yə bölünmür. Burada 97 2-yə bölünmür. Demək, cavab C bəndi olacaq. 2 ardıcıl cüt ədəddir. 2 ardıcıl cüt ədədin əbubu həmişə 2-yə bərabər olur. 42-ci suala baxaq. Açıq bucaqdan 20% kiçik olan bucaq düz bucaqdan neçə faiz böyükdür? Əvvəlcə açıq bucağın, yəni 180-in 20% kiçik olan bucağı tapaq. 20% kiçik deyirsə, yəni 80%-dir də. 80%-ni tapsaq bunun 20% kiçik olan ədədi tapmış olarıq. 20%-ni tapıb 180-dən çıxada bilərik. Bunları ixtisar elədik. Bu ikisini də ixtisar elədik. Elədi. 64, 6 yadda 144 dərəcə. Yəni 180-dən 20% kiçik olan ədəd 144-dür. İndi deyir ki, bu 144 düz bucaqdan neçə faiz böyükdür? Yəni 90 dərəcədən neçə faiz böyükdür deyir. Əvvəlcə gəlin dərəcə olaraq tapaq. 144-dən 90-ı çıxsaq, qalar 54. 54 dərəcə daha böyükdür. 54 dərəcə daha böyükdür, amma biz bunu faizə çevirsək, 54 90-a neçə faizidir? Bunu tapmalıyıq. 54-ü bölürük 90-a, vururuq 100-ə ki, görək 54 90-ın neçə faizidir?
Ona ixtisar elədik. 54-ü 9-a bölsək 6 qalar. 6-nı da 10-a vursaq 60 eləyər. Deməli 60% daha kiçikdir. 60% böyükdür daha doğrusu. 144 90-dan 60% böyükdür. Malın qiyməti 60% artırıldı. Malın yeni qiyməti neçə faiz azaltmaq lazımdır ki, əvvəlki qiymətinə bərabər olsun? Gəlin malın qiymətini 100 manat götürək. Malın qiymətini 100 manat götürdük. İndi bunu 60% artıraq. 60% artırmaq üçün 100-ü 60% artırsaq 160 eləyəcək. 160 manat eləyəcək. Çünki 100-ün 60% elə 60-dır. Üstünə gəlir 160 eləyir. İndi bunu nə qədər azaltmaq lazımdır ki, əvvəlki qiymətə bərabər olsun? Demək biz bu 160-ı 60 manat azaltmalıyıq ki, əvvəlki qiymətə bərabər olsun. Yəni indi bunu faizə çevirməliyik. Bizdən manat olaraq soruşmur da, faiz olaraq soruşur ki, neçə faiz azaltmaq lazımdır? 60 manat azaltmaq lazımdır. Yaxşı, bəs bu 60 160-ın neçə faizidir? 60-ı bölürük 160-a, vururuq 100-ə ki, görək 60 160-ın neçə faizidir? Çünki 60 manat azaltmaq lazımdır. Bunları ixtisar elədik. 4-ə ixtisar eləsək, burada 4 qalar. 100-ü 4-ə bölsək 25 qalar. 6-nı ilə 4-ü 2-yə ixtisar eləsək, burada 3 qalar, burada 2 qalar. 3 25-ə 75. 75-i də 2-yə bölsək 37 onda 5 eləyər. Deməli 37,5% azaltmaq lazımdır. Bərabəryanlı üçbucağın oturacağı yan tərəfindən 2 dəfə kiçikdir. Bərabəryanlı üçbucaq çəkək. Yan tərəflər bərabərdir. Yan tərəf oturacaq yan tərəfdən 2 dəfə kiçikdir. Yəni oturacağı A götürək, yan tərəfi 2A götürək. Perimetr 60-dırsa, onda biz 2A üstəgəl 2A üstəgəl A-nı 60-a bərabərləşdirməliyik. Perimetr 60-dır. 5A bərabərdir 60-a. A bərabərdir 60-ı 5-ə bölürük 12-yə. Deməli, A oldu 12. Yan tərəfini tapın deyir. Yan tərəf 2A-dır. 2-ni də 12-yə vururuq, olur 24. Oturacaq 12-dir, yan tərəf isə 24-dür. İfadənin qiymətini hesablayın deyir. Gəlin bunu müxtəsər vurma düsturu ilə əvvəlcə açaq. Birincinin kvadratı. Üstə gələk bunların hasilinin 2 misli. Üstə gələk kök 2-nin kvadratı. Eləyəcək. Kvadrat kökü aparır. Eləyir 6. Bunları vururuq olur 2 kök 12. Burada da kvadrat kökü aparır. Qalır 2 bərabərdir. 6 ilə 2-ni toplayırıq 8. 2 kök altında 12-ni də olduğu kimi saxlayırıq. Birinci möhtərizəni müxtəsər vurma ilə açdıq. İndi bunu vurmalıyıq 2 kök 3-ə. Bunu da vurmalıyıq 2 çıxılsın kök 3-ə. Adi qayda ilə vurub aça da bilərik. Buradan 12-ni 4 vuraq 3 yazıb vurğu möhtərizə xaricinə də çıxara bilərik. Hər ikisi doğrudur. Elə yaxşısı budur, gəlin bu möhtərizəni vurub açaq. 8-i 2-yə vururuq 16. 8-i kök 3-ə vururuq olur 8 kök 3. 2 kök 12-ni 2-yə vururuq eləyir 4 kök 12. 2 kök 12-ni 3-ə vururuq olur 2 kök altında 36. Bərabərdir. Biz burada 12-ni 4 kök 12-ni 12-ni biz 3 vuraq 4 kimi yazsaq 4-dən 2 çıxacaq 3 olduğu kimi qalacaq 4-ü də 2-yə vuracaq eləyəcək 8 kök 3. Yəni 4 kök 12 də 8 kök 3-dür. Bu da 8 kök 3-ə bərabərdir. Bu 8 kök 3-ə bərabərdirsə, deməli bunlar gedəcək. Biri mənfidir, biri müsbətdir. Çünki hər ikisi 8 kök 3-dür.
Sonra qaldı 16 çıxılsın. 2 vurulsun. 36-dan 6 çıxır. 2 dəfə 6-nı 12 eləyir. 16-dan da 12-ni çıxırıq. Qalır 4. Şəkilə əsasən AB nöqtələr arasındakı məsafəni tapın deyir. A-dan B-yə qədər məsafəni tapmaq üçün əvvəlcə gəlin bunu belə birləşdirək. Burada düzbucaqlı üçbucaq alınsın. Düzbucaqlı üçbucaqdan biz x-i tapa bilərik. Yuxarı 4 düzbucaqlı üçbucaqdır, aşağı isə düzbucaqlıdır. Düzbucaqlının qarşı tərəfləri bərabər olur. Yəni bura 12-dirsə, burada 12 olmalıdır. Bura 4-dürsə, burada 4 olmalıdır. Onda 13-dən 4-ü çıxsaq, burada qalar 9. Burada qalar 9. İndi Pifaqor teoremi ilə yazarıq 9-un kvadratı üstə gələk 12-nin kvadratı bərabərdir hipotenuzun kvadratına deyib Pifaqorla x-i tapa bilərik. 81 bu eləyir, 144 də bu eləyir. Toplayanda 225. 225 də 15-in kvadratıdır. Deməli, x oldu 15. 47-yə baxaq indi. 3 bucağın 2 xarici bucağı 144, 124 və 118-dir. 3 bucaq çəkək. Bir xarici bucağı 124-dür. O birisi xarici bucağı isə 118-dir. Bunlara qonşu olmayan daxili bucağı soruşur. Yəni buranı soruşur. Gəlin bunların daxili bucaqlarını tapaq. 180-dən 124-ü çıxsaq qalacaq 56. 118, 180-dən 118 çıxsaq qalacaq 62. Bu da 3 bucaqdır. Daxili bucaqlarının cəmi 180 olmalıdır. Deməli biz x-i tapmaq üçün 180-dən çıxmalıyıq. 56 ilə 62-nin cəmini. 56 ilə 62-nin cəmi 118 eləyir. 180-dən də 118-i çıxsaq qalacaq 62. Sonra 48-ci suala gəldik. Açıq suallarda bunların həllərini yazmaq lazımdır. Uyğun tərəfləri paralel olan bucaqlar verilib x-in mümkün qiymətlərini tapın. Uyğun tərəfi paralel olan bucaqlar iki cür olur. Ya bir-birinə bərabər olur, ya da ki cəmi 180 olur. Əvvəlcə bunları bir-birinə bərabər götürək. 5x plus 60 bərabərdir 3x plus 80-ə. 3x-i keçirdik sol tərəfə, 5x-dən çıxdıq, qaldı 2x. 60-ı da sağa keçirib 80-dən çıxdıq, qaldı 20. X bərabərdir 10-a. Bir qiymətini tapdıq. İndi ikinciyə baxaq. Cəmi 180 dərəcədə ola bilər. 5x üstə gəl 60, üstə gələk 3x üstə gəl 80, bərabər olmalıdır 180-ə. X-ləri topladıq, 8x elədi. 60 ilə 80-i topladıq, 140 elədi. 8x bərabər 180-dən 40, 140 çıxırıq, qalır 40. 40-ı da 8-ə bölürük 5. Demək, bir qiymətimiz 5 oldu, bir qiymətimiz də 10. Mümkün qiymətləri tapdıq. Bunların da cəmi 15 eləyir. Mümkün qiymətlərin cəmi oldu 15. Sonra 49-cu suala baxaq indi. Məxrəci A olan düzgün kəsirlərdən ən böyüyü ilə ən kiçiyi. Məsələn, məxrəc 10 olsa, bura yazıram. Məxrəc 10 olsa, tutaq ki, onda ən böyük 10-da 9 olacaq. Ən kiçiyi də 10-da 1 olacaq. Onda məxrəc A-dırsa, ən böyüyü A-da A-1 olacaq, bir vahid kiçik. Ən kiçiyi isə A-da 1 olacaq. Ən böyük və ən kiçiyini yazdıq. Bunların fərqi 0,9 dövrdə 6-ya bərabərdir. Yəni bunları çıxsaq, bərabər olur 0,9 dövrdə 6-ya. Buradan biz A-nı tapa bilərik. Sonra A-nı tapandan sonra da məxrəci A olan düzgün kəsirlərin neçəsi ixtisar olunmayandır, onu tapacağıq. Bunlar ortaq məxrəc gəlin tapaq. Bunlar ortaq məxrəc elə A-nın özüdür. Surətləri çıxaq. A çıxaq 1-dən çıxırıq 1-i, bərabərdir. Qarışıq dövronluq kəsiri adi kəsirə çevirmək üçün burada duran ədədlərin sayı qədər 9 yazmalıyıq. Burada duran ədədlərin sayı qədər 0 yazmalıyıq. Surətdə də ümumi ədəddən, yəni 96-dan burada duran ədədi, yəni 9-u çıxmalıyıq. Deməli,
Bu oldu A-da. Birdən 1 çıxanda -2 qalır. Açıq 2. Sağ tərəfdə oldu 90-da 87. 87. İndi bunları çarpaz vurub A-nı tapaq. 90-ı A-ya vururuq. 90 A çıxılsın. 92-yə vururuq. 180. A-nı 87-yə çarpaz vururuq. 87 A eləyir. 87-ni keçirib 90 A-dan çıxsaq 3 A qalacaq. 180-i də sağa keçirsək müsbət 180 eləyəcək. A oldu 3. Daha doğrusu 180 böl 3. 60. A-nı tapdıq 60. İndi biz məxrəci 60 olan düzgün kəsirlər tapmalıyıq ki, onlar ixtisar olmasın. İxtisar olmaması üçün qarşılıqlı sadə ədədlər olmalıdır ki, ixtisar olmasın. Çünki qarşılıqlı sadə ədədlərin ortaq böləni olmur. Deməli, biz 60 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmalıyıq. 60 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün əvvəlcə biz 60-ı sadə vuruqlara ayırmalıyıq. Gəlin 60-ı sadə vuruqlara ayıraq. Da burada 60-ı sadə vuruqlara ayırıram. 2-yə bölürəm 60-ı 30, 32-yə 15, 15-i 3-ə 5, 5-i də 5-ə bölürəm 1. 60-ın sadə vuruqları oldu. 2 üstü 2 vurulsun, 3 üstü 1 vurulsun, 5 üstü 1. 60-ı sadə vuruqlara ayırdım. Qarşılıqlı sadə olan ədədləri tapmaq üçün də belə bir düstur var. 60-ı vurmalıyıq. 1 çıxılsın, 2-də 1. 1 çıxılsın, 3-də 1. 1 çıxılsın, 5-də 1. Bu qayda ilə biz 60-dan kiçik olan və 60 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapa bilərik. 60 vurulsun, 1-dən 2-də 1 çıxanda 2-də 1 qalır. 1-dən 3-də 1 çıxanda 3-də 2 qalır. 1-dən 5-də 1 çıxanda da 5-də 4 qalır. Bərabərdir. 2 ilə 2-ni ixtisar eləyək. 3 ilə 60-ı ixtisar eləsək 20 qalır. 20-ni 4-ə vursaq 80. 80-i də 5-ə bölsək 16. Deməli, 60 ilə 16 dənə qarşılıqlı sadə ədəd var. 60 ilə 16 dənə qarşılıqlı sadə ədəd varsa, deməli 16 dənə də ixtisar olunmayan kəsir var. Məsələn, bax 60-da 1 ixtisar olunmayan kəsirdir. Çünki 60 ilə 1 qarşılıqlı sadədir. Məsələn, 60-da 7 də ixtisar olunmayan kəsirdir. Çünki 60 ilə 7 qarşılıqlı sadə ədədlərdir. Və s. Sonuncu sual. Düzbucaqlı üçbucağın katetlərindən biri 40 və hipotenuzu bu katetdən 45% böyükdür. Gəlin əvvəlcə 40-ın 45%-ni tapaq. 40-ı vururuq 45-ə, bölürük 100-ə. 20-yə ixtisar eləsək, burada 5 qalar, burada 2. 45-i də 5-ə bölsək, 9 qalar. 9-u 2-yə vurduq, elədi 18. Deməli, düzbucaqlı üçbucaqdır. Katetlərindən biri 40-dır. Hipotenuz isə bundan 45% böyükdür. Yəni 18 vahid böyükdür. Demək, hipotenuz oldu 58. Onda biz digər kateti Pifaqordan tapa bilərik. 40-ın kvadratı üstə gəl x-in kvadratı bərabər olmalıdır 58-in kvadratına Pifaqor teoremi ilə. Deməli, biz 58-in kvadratından çıxmalıyıq 40-ın kvadratını. Gəlin bunu müxtəsər vurma düsturu ilə hesablayaq, rahat olsun. Bir dəfə toplamalıyıq. 58-dən 40-ı çıxmalıyıq. Bir dəfə də 58-dən 40-ı toplamalıyıq. Çıxanda qalır 18. Toplayanda da alır 98. 18-i 98-ə vursaq böyük ədəd olacaq. Sonra ondan kök tapa bilməyəcəyik biz. Ona görə nə etməliyik? Bunları parçalamalıyıq ki, daha rahat kök tapa bilək. 18-i yazaq. 2 vuraq 9 kimi. 98-i də yazaq. 2 vuraq 49 kimi. İndi rahat kök tapa bilərik biz. 2-ni 2-yə vursaq 4 eləyər. 9-u olduğu kimi saxlayaq. 49-u da olduğu kimi saxlayaq. Deməli, x-də bərabərdir. 4-dən 2 çıxır. 9-dan 3 çıxır. 49-dan isə 7 çıxır. Belə yazsaq daha rahat kök tapa bilərik. 6, 7-yə də vursaq 42.
Deməli bura oldu 42.